İqrar Əliyev Bakıda dünyaya gəlib. O orta məktəbdə oxuyarkən Mikail Müşfiq və Məmməd Hüseyn Təhmasib kimi şəxslərdən dərs alıb. Daha sonra tarix sahəsinə yönəlib. Görkəmli alim Latın və Yunan dillərini mükəmməl bilirdi. Bu da ona qədim mənbələri orijinaldan oxumağa kömək edib. İqrar Əliyev həmçinin Yaxın Şərqin bir sıra ölü dillərini də öyrənib. Onların arasında Akad, qədim Yəhudi və Şumer kimi dillər var idi. Alim Azərbaycan tarixşünaslığında ilk dəfə media tarixini tədqiq edib. Onun əsərləri vasitəsilə media mədəniyyəti haqqında geniş məlumat almaq mümkündür. İqrar Əliyev ömrünün 59 ilini Tarix İnstitutunda keçirib. O həmçinin 26 il bu institutda rəhbərlik edib. O geçmiş rejim yok dinliyor. Buyur. Hürmetli Prezident, hürmetli toplantı yoldaşları, ben şair değilim, emosiyle danışa bilmirəm. Ben ancak faktlarla danışmak istiyorum. Benim çok hoşuma geldi Səmədoğlu'nun çıxışı, həddən ziyadə çok hoşuma geldi. Ama onun bir sözünü etiraz etmek istedim. Dedi ki tarihi araştırmak lazımdır. Lazımdır. Ben qətiyyətlə deyirəm ki, mən Türk dili Azərbaycan Respublikasının dövlət dilidir, buna etiraz edirəm. Eğer bizim konstitusiyamızda dövlət dili, Türk dili yazılsa ve məni Türk saysalar, qəti deyirəm sizə. Qəti mən həmişə Azərbaycanlı yazacağım, Azərbaycan dili yazacağım. Niye göre bu saat diyeyim size Heydər Əliyev? Niye göre? Bak ben buraya gelende Gumilov'un kitabını getirdim. Drevni Çolki. Bu neyinki Sabik SSR'de hatta dünya maçtabında çok görkemli Türk olurdu. Ben onun bir neçə fikrini size çatdırmaq istəyirəm. Eser Rus dilinde yazıldığından Rus dilinde okuyorum. На фоне мировой истории древнетюркского народа и созданного им державы сводится к вопросу, почему тюрки возникли и почему исчезли, оставив, хайшилерам bana fikir verin, оставив свое имя в наследство многим народам, которые отнюдь не являются их потомками, в том числе и мы с вами. Попытки решить эту проблему путем анализа только политической истории или только социальных отношений делались неоднократно, но не дали результатов. Древние турки, несмотря на огромное значение в истории человечества, были малочисленны. Несмотря на burada diğer Türkler hakkında, onların tarihi hakkında, несмотря на все сказанное, путь, на который вступило древнетюркское общество, был гибельным, так как противоречия, возникшие в степи и на ее границах, оказались непреодолимыми. Критические моменты, подавляющее большинство степного населения отказывало ханам в поддержке, и это привело в 604 году к распаду каганата на западный и восточный. В 630-659 годах потери самостоятельности и гибели народа. Хайширян Чурвермана. Гибели народа в 745 году. Конечно, эта гибель народа еще не означала уничтожение всех людей, его составлявших. Часть их подчинилась уйгурам, unaslедовавшим власть в степи. İqrar müəllimində bu tarixdir, aydındır. Sən bu məsələ... Şimdi bir şeyi de yoldaşlara çatdırmaq isterim. Çünkü çok böyle herden bir öyle məsuliyetsiz danışıqlar olur. Deyir ki, bizim adımız olsun Türk. Azerbaycan Türkçesi, Azerbaycan Türkçe. Niye göre ben bu Türk'ün aleyhineyim? Çünkü Heydər Əliyev. Bu mənbəlere göre o Türk 500 aileden ibaret olan Türkler, Atina'nın rəhbərliyi altında olan Türkler Türk dilinde danışmırdılar. Onlar Mongol dilinde danışırdılar. Niye değil?
hemen o nətər deyərlər, onlar üçün qondarma dil olan. Yalnız sonra 6-cı, 7-ci əsrlərdə o türklərin qalan hissəsi Türk adını qəbul edibdir. Türk millət, xalq kimi məhv oldu getdi. Düzdür. Türk adını daşımayan, xahiş edirəm buna fikir verin, Türk adını daşımayan digər Türk dilli xalqlar bir sıra hallarda Orus demişsiniz, yok buyurur ki Arabım itəqdali qəbul elədilər Türk adını. Türk adını bu saat qəbul eləmək belə bu saat Türklər üçün, Osmanlı Türklər üçün qəbahətdir. Çünki Türk böyük bir ailənin 23-24 dilin nümayəndəsi olan böyük bir ailənin adıdır. Bəs şimdi eğer biz, Rusça gene de var, razniceyiz, birine Surek delovasını Türk değiller. Bizim dilde bu ayrılma yoktur. Biz Türk diyende Türk halklarını düşünürük ya, vasir Türk, Osmanlı Türkçesini düşünürük, Osmanlı Türkçelerini düşünürük. Orasını da demek lazımdır ki, bazıları değiller ki biz niye bizim o nedir müəyyən dövrdə qəbul edildiğimiz Türk adını ataq üstümüzdən. Meğer Osmanlılar 5-6 əsr işlətdiyi Osmanlı mərhumunu atmadılar mı üstündən? Müəyyən siyasi məqsədləri güdüb Türk, inqilabdan sonra Türklər özlərini Türk adlandırmadılar mı? Türklər, Türk rəhbərləri dedilər ki bizə 100 milyonluq Türk milleti lazımdır. Buna göre Türkiye'nin adını Türkçelediler. Bize bu saat 100 milyonlu Türk lazım değil. Bizim özümüze 5 tane Azerbaycanlılar. 35-40 milyonluk Azerbaycanlı. Bizim bu saat o siyasi oyunlara baş koşmaya ne hevesimiz ne imkanımız var. Ve ben ona göre de hesap ediyorum ki Azerbaycan dil olmalıdır. Azerbaycan Respublikasının devlet dili Azerbaycan dili olmalıdır. Nedir Azerbaycan Türkçesi, ne Azerbaycan Türk dili olmamalıdır. Filologiya doktoru Hasan Kuliyev. İlçiliğini.